isteyenler için yuva düzeldirik. Həftə sonu mini vlogla qarşınızdayıq. Dovşanlarımız üçün ev tikirik. Emil, marketə gedə bilərsən? Nəhayət uşaqlar o qədər böyüyüb ki, marketə özləri birlikdə gedirlər. Bütçəni işlədəsən, yox sonraya saxlayaq. Həftədə bir dəfə marketə öz istədiklərini almaq üçün gedirlər və mən onlara büdcə verirəm. Amirin dediyi kimi öz büdcələrindən də istəsələr xərcləyə bilərlər. Anne benim mama burada gülmüştü. Emil bu da Mia için. Emil ata bunun için çok sevinecek. Emil bu da bize. İzah edə bilmərəm ki, tək marketə getdikləri zaman necə sevinirlər. Evdə biz də prosesi davam etdirərkən dedim ki, axşama yemək hazırlayım və uşaqların gətirdiklərini yerbəyer edim. Qeyd edim ki, Həvva üsullu piti hazırlayıram. Bəli, bu çox qəliz görünsə də iddialıyam ki, çox asan bir formada bunu hazırlayacağam və məncə çox dadlı olacaq. Əsas məsələ isə hər birini ayrı-ayrılıqda qızdırmaq, qızartmaq və mənə görə sarı kökünü və nanə qurusunu bu qidanın çox etməkdir. Çünki sarı kökü həddindən artıq çox sevirəm və dadı olduqca qəşəng alındı. Dovşanlarımıza niyə yuva ayrıca düzəldirik, niyə həyətə boş buraxmırıq? Çünki evimizdə 4 böyük itimiz var və dovşanlar onlar üçün əsl ov heyvanıdır. Ona görə də balalarımızı riskə atmaq istəmədik və onlar üçün təhlükəsiz və həm də geniş bir zona yaratmaq istədik. Teyze yavaş yavaş.